Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli izləyicilər. Bank Respublika Arenadan canlı yayımıza başlayırıq. Misli Premier Liqasının 34-cü turunun açılış qarşılaşması sabah Şamaxı maçı az sonra başlayacaq. Hazırda turnir cədvəlində orta pillələrdə qərarlaşan Sabah və Şamaxı kollektivləri bu dəfə mövsümün sonuncu duelində Bank Respublika Arenada münasibətləri aydınlaşdırırlar. Buna qədərki duellərdə Şamaxı futbolçuları Sabahla oyunlarda kifayət yaxşı nəticələr göstəriblər. Sabah komandası Azərbaycan Kubokunda finala vəsiqə əldə edib. Yarım finalda Neftçini mübarizəni kənarlaşdıraraq finalda Qarabağ komandasının rəqibi olub və turnir cədvəli baxımından hazırki maçın nəticəsi Sabah və Şamaxını nə Avrokuboklar zonasına çatdırır, nə də belə deyək, elitanı tərk etməz zonasına sürüklüyür. Hazırki vəziyyətdə turnir cədvəli baxımından həm Sabah, həm də Şamaxı üçün bu qarşılaşmanın əhəmiyyəti ümumiyyətlə mövsümü daha yaxşı pillədə başa vurmaq üçün qalib gəlməyə uğruna mübarizə aparacaqlar. Fərid Hacıyevin işarəsi verilir və Şamaxı komandası oyuna başlayır. Teylur Mütəllimov ötürmə cərmə meydançasına, topu uzaqlaşdırmaq mümkün olmadı. Ayaz saxlayır topu. Ayazdan ötürmə sağ tərəfə Vincentil, qapı qarşı göndərilən top və Ricardo Fernandes. Portuqaliyalı qapıcı Şafrankonu qabaqladı və topu ələ keçirməyi bacardı indi. 12-ci dəqiqə başlayır maçda. Ötürmə qapı qarşısına, boşda zərbə və gol! Igor Nogueira Sabahı hesabda irəli çıxarır. 12-ci dəqiqə başla topu Şamaxının qapısından keçirir Igor Nogueira. Təkrarı bir daha izləyirik. Ötürmə qapı qarşısına başla dəqiq zərbə və Rauf Rüstəmli qaçırır oyuncusunu. Oyuncu isə başla dəqiq oynayır. Ayaz Quliyev. Ötürmə çox yaxşı alındı. Ardınca Xaybulayev. Davar ötürməsi. Rahman Aliyev. Qüvvətli zərbə Ricardo Fernandes. İki gözəl hərəkət izlədik. Out. Təkrarı bir daha izləyirik. O zərbə və qapıçının seyvi. Sanga. Fikir verin, boş sonraya fikir verin indi. Leroy Mikels qapıçıyla üzmə-üz gedir. Mikels və gol! Leroy Mikels! 1-1 olur hesab. Bank Respublika Arena ikinci qola sevinir bu dəfə. Qonaqlar Şamaxı futbolçularının vurduğu qol qonaq azarkeşləri olan sektor ayağı qaldırır və hesab bərabərləşir. Əla ötürməkdir. O ötürmə çox dəyərli ötürməkdir. Boş zonaya fikir verin müdafiədə. Teylur Mütəllimov və Igor Nogueira orada necə Leroy Mikelsə o qədər boş zona vermişdi. Lepenitsa oyundan kənar vəziyyət yoxdur. Sami Əsimov. Ayaz Quliyev çəkdi sağ ayağına. Ayaz Quliyev boş zona axtarır. Ayaz Quliyev zərbə! Top dirəyin yanından keçir Ayaz Quliyev. Çox effektli zərbə indirmişdi. Çox dinamik oynadı orada. Ayaz Quliyev amma çərçivəyə düşə bilmədi. Təkrarı bir daha izləyirik. Ayazın bu zərbəsindən sonra top qapının yanından keçir. Lepenitsa yaxşı gördü Vincentili. Sağ cinahdan irəliyir. Til cərmə meydançasında önündə Vüsal Məsimov. Til zona açır öz üçün. Vincentil! Ricardo Fernandes! Ricardo Fernandes möhtəşəm oynayır bu zərbə zamanı. Təkrar izləyirik. Vincentil işləş sol ayağı ilə zərbə indirdi və hətta ikinci zərbəni də dəf etməyi bacarır. Cərmə meydançasında olan futbolçulara xəbərdarlıq etdi. Vincentildən ötürmə qapı qarşısında. Boşda zərbə və xətt üzərində topu çıxarmaq mümkün olur o zonadan. Qayda pozulub. Teylur Mütəllimov qaydanı pozub.
Yoni Rasabali, Ayaz Quliyev, Umar Ali, ötürmə Abdullah Xaybulayev, Umar Ali, Rahman Aliyev cəbri meydançasına ötürmə qapı qarşısına, başla zərbə üçün imkan var, Lepinitsa və blok! Mühtəşəm oynayır orada Ricardo, daha bir zərbə, yenə yerindədir Ricardo Fernandes, inanılmaz seyv, İvan Lepinitsa'nın o zərbəsini necə dəf etmək olar? İndi təkrar sizə təqdim olunur. Lepinitsa'nın zərbəsi və Ricardo Fernandes çox möhtəşəm oynayıb bu qapçı. Təkrarı bir də bu rakursdan izləyək. Lepinitsa'nın zərbəsi və Ricardo'nun seyvi. Şübhəsiz inanılmaz seyvidir. Yəni bu yaxın məsafədən qapçının bax bu cür inanmalı, hərçən ki Arsen Ağcabəyov da komandaya ulaşına qapçıya kömək edirdi, amma yaxın məsafədən belə reaksiya hər qapçı bu cür reaksiya vermir çempionatımızda. Misal göstərdilər bizə bir dəqiqə içərisində həm Sabah, həm də Şamaxı futbolçuları. Boş zonanı necə dəyərləndirməmək olar? Vincentil, qüvvətli zərbə, Ricardo Fernandes. Ötürmə qapı qarşısına, qayda pozulub. Pavel Şafranko qaydanı pozub. Elə bu andaca Fərid Hacıyev ilk 45 dəqiqəni başa çatdırır əziz tamaşaçılar. Kəvəzləmə ilə başlayır. İkinci isə Vasili Berezutski. Tirkoviano ötürməyə qapı qarşısına. Başla zərbə, top qapının yanından keçir o zərbədən sonra. Vincentil. Ötürmə qapı qarşısına. Til zərbə indirir amma top ayağına oturmadı Vincentil'in. Çox yaxşı cəhd idi. Sadəcə Şamaxı komandası. Tirkoviano baxır ətrafına. Zərbə indirə bilər. Tirkoviano'dan qüvvətli zərbə Pakatilov. İki cəhdə topun sahibi olur Stas Pakatilov. Lepinitsa. Ötürmə riskli idi. Sofyan Şakla. Vincentil. Yenidən Şakla topladı. Növbəti küncdən zərbə və növbəti gol imkanı. Anatoliy Nuriyev ötürmə qapı qarşısına. Başla zərbə və gol! Igor Nogueira dubledir. Başla bu oyunda İkinci golunu vurur Igor Nogueira. Dubledir Sabahın mərkəz müdafiəçisi Igor Nogueira. Bu da golun təkrarı. Xeyli məsafə var idi, qapçı bu zərbəni dəf edə bilərdi, mənə elə gəlir. Ola bilsin önündəki futbolçular komanda yoldaşları qarşısını kəsirdi, amma görmədi bəlkə də epizodu. Bəli, topu trayektoriyasını görmürdü Ricardo Fernandes. Hər halda Igor Nogueira Şamaxı ilə maçda artıq dubledir. Özdə hər iki qolu küncdən zərbədən sonra başla olur. Küncdən zərbə yerinə yetirilir. Maçda 82-ci dəqiqə. Ötürmə qapı qarşısına. Zərbə gəlir amma dəqiq deyil. Hücuma qoşulan mərkəz müdafiəçisi Ion Irrasabal. Yenidən İvan Lepinitsa. Və indi zərbə gəlir və gol! Pavel Şafranko maça nöqtə qoyur. Pavel Şafranko Sabahın kapitanı oyunda demək olar ki son nöqtəni qoyur. Bax burada müdafiəçilərin səhvinə fikir verin. Şafranko'dan öldürücü zərbə. Orada iki futbolçu bir-birinə mane oldu və təcrübə burada məsələni həll edir. Dönür, sol ayaqla uzaq küncə dəqiq zərbə indirir. Hakim isə elə bu andaca maçın final fitini səsləndirir. Sabah Şamaxı maçı 3-1 hesabı ilə başa çatır.